Assalamu rahmetullahi bərəkatuhu. Sual belədir, daha doğrusu fitrə zəkatı haqqında məlumat verərdiniz. Nə qədər çıxmalıdır, kimlərə verilməlidir, hansı ərzaqlar, pul vermək olarmı, pul kimi vermək olarmı və nə zaman çıxarılmalıdır? İlk öncə onu qeyd edək ki, Allahın Rasulunun sahabələri və tabinlər ümumiyyətlə sələflərin əməli o idi ki, onlar fitrə zəkatını bayram namazına qədər çıxardırdılar. Və fitrə zəkatını da evdə olan, ev əhli olan, yaşlı, böyük, balaca, oruç tutan və tutmayan, hətta ananın qarında daşıdığı uşağa belə fitrə zəkatı verilməsi sələfin əməllərindən idi. Və bizə onu ilk öncə onu göstərir ki, yəni ev əhli, İstər oruç tutan olsun, tutmayan olsun, istər böyük olsun, istər balaca olsun, ev əhli kim varsa, onların hamısına adından fitrə zəkatı çıxarılmalıdır. Və fitrə zəkatı da aydın məsələdir ki, bu əməl, bəzi alimlər deyir ki, bu əməl, deməli, insanın sanki bir ay tutduğu orucun təmizlənməsi kimidir. Necə ki, zəkat malın təmizlənməsidir, eləcə fitrə zəkatı da insanın bir ay tutduğu orucunun təmizlənməsidir. Yəni, sünnədəndir ki, hətta alimlər deyir ki, bu təkid olunmuş sünnədir ki, və tərk olunmayan əməldir ki, hər bir müsəlman üçün oruc tutulmalıdır. Hətta bir insanın əgər qul nökəri varsa, öz nökəri varsa, hətta o müsəlman nökərlərin adından da belə fitrə zəkatı çıxarılır. Yəni, bu sünnədə olan əməllərdir. Amma o ki, qaldı isə, kimlərə verilməsi isə, əlbəttə ki, ilk öncə fitrə zəkatı kasıb miskinlərə verilir, ehtiyac əhlinə verilir. Və alimlər qeyd edir ki, fitrə zəkatı sırf bayrama qədər, yəni bayram namazına qədər verilməsi sünnədən ona görədir ki, yəni artıq insan bayram namazından sonra evinə gələndə, onun evində külfəti ilə, ailəsi ilə, uşağı ilə bayram keçirtmək üçün evində ərzaq olsun, evində ruzisi olsun. Baxımdan bəyənilir ki, fitrə zəkatını insan deməli, sübh namazına qədər kasıb və miskinlərə çatdırsın. Və kimlərə verilməyinə gəlincə qeyd elədik ki, kasıb və miskinlər olmalıdır. Və günümüzdə də kasıb və miskin nisbidir, nisbi anlayışdır. Kimsə kimə görə kasıb ola bilər və həmən kasıbsə kimisə yanında varlı ola bilər. Bu, o kasıb, miskin bizim tanıdıqlarımız ətrafımızda olan insanlarla ölçülməlidir. Yəni, başqa dövlətin kasıb miskinləri ilə ölçülməli deyil. Yəni, öz ətrafımızda tanıdığımız kimləri ki, biz kasıb, ehtiyac əhli sayırıqsa, məhz fitrə zəkatını o cür insanlara verilməlidir. Hətta bəyənilir ki, bu barədə təşkilatçılıq olunsun. Yəni, əgər qardaşlar öz arasında təşkilatçılıq edir və ya da ki, bacılar öz arasında təşkilatçılıq edə bilərlərsə, sünnədəndir ki, bu əməli cəm halında toplayıb, çünki cəmaət halında daha bərəkətli olur. Cəmaət halında toplayıb, təşkilatçılıq edib, daha düzgün formaya, daha yaxşı çatdırmaq olar. Və kasıblar və miskinlərin fitrə zəkatı verilməsində əlbəttə ki, yəni şərtdir. Ancaq ona gəlincə isə, hansı ərzaqlardan verilməlidir məsələsinə gəlincə isə, hədislərdə gəlib xurma, hədislərdə gəlib buğda, arpa və kişmiş, bu cür məhsullar gəlib. Və eyni zamanda da müasir alimlər də bu məhsullara uyğun olaraq günümüzdə olan bunların cinsində olan məhsulları qeyd edirlər. Yəni, un məhsulları və dənli bitkilər, misal üçün qreçka, düyü, lobyalar, ondan sonra verməşil, makaron, un, yəni bu cür məmulatdan. Və hədislərdə qeyd elədiyimiz kimi arpa və buğdadan da gəlib. Sadəcə alimlər qeyd edir ki, fitrə zəkatı həmən yerdə insanların gündəlik yediyi məhsullardan verilir. Hədislərdə arpa, buğda gəlib, çünki arpa və buğda Allahın Rasulunun dövründə qida idi. Yəni, insanlar evdə arpanı qaynadıb, yağ vırıb onu yeyirdilər və buğda da həmçinin. Amma günümüzdə isə
heç bir kasıb ailə, elə bir kasıb ailə yoxdur ki, məhz onun arpa və buğdaya ehtiyac olsun. Ona görə bugün bizdə arpa, buğdanın yerinə un məhsulları çıxarılsa, inşallah daha gözəl olardı. Və deməli, fitrə zəkatı deməli çıxmalıdır un məhsullarından, yəni un özü, makaron, verməşil və bunların növləri, cürbəcür formanın növləri, düyünün növləri, qreskanın növləri, mərcinin növlərindən, dənli bitkilər olan lobiya və lobiya cinsində olan o dənli bitkilər, xurma, insan verə bilər ondan sonra kişmişdən və bunlar kimi. Hətta bu cür məhsullardan insan fitrə zəkatı verə bilər. Amma çox vaxtı fitrə zəkatında yanlış məlumatlar ondadır ki, insanlar fitrə zəkatı 2 kilo yarım və yaxud da 3 kilodur. Yəni alimlərdən 2 kilo yarım deyən də var, 3 kilo deyən var və inşallah 2 kilo yarım da çıxartmaq olar, çünki 3 kilo çıxartmaq olar. Yəni 3 kilo çıxartsa lap yaxşı, artığı sədəqədir. Yəni biz götürək 2 kilo yarımdan, yəni ən minimum hesabla götürək. Bəziləri yanlışlıqlar nə edirlər? Bəziləri yanlışlıqlar onu edirlər ki, 2 kilo yarım fitrəni götürürlər yarım kilo düyü, yarım kilo qreska, yarım kilo makaron, yəni 5 növdən qarışır, deyir, əsas odur 2 kilo yarımdır. Ancaq bu xatadır, bu yanlışdır. Çünki hədisin açıq-aşkar ləfsində gəlib ki, bir cinsindən, yəni həmən məhsulun bir cinsindən verilir. Ya 2 kilo yarım düyü verilir, ya 2 kilo yarım makaron verməkdir, çünki onlar bir növ sayılır. Ya 2 kilo yarım düyü verilir, ya 2 kilo yarım xurma verilir. Yəni, sən xurmanın cinsini qarışdıra bilərsən. Yəni, bir neçə xurma, əsas xurma da olsun. Və ya da ki, un məmulatlarını qarışdıra bilərsən, makaron verməkdir bir yerdə. Amma un məmulatlarını düyü ilə qarışdıra bilmərsən. Düyü məmulatını, məsələn, xurma ilə qarışdıra bilmərsən. Yəni, bu cür. Yəni, əgər evdə 5 nəfər adamın adına fitrə zəkatı çıxacaqsa, o zaman 12 kilo yarım məhsul çıxmalıdır. Ya 12 kilo yarım bir məhsuldan çıxarda bilərsən, yəni 12 kilo yarım un verə bilərsən, ya 12 kilo yarım düyü verə bilərsən, ya 12 kilo yarım makaron, ya 12 kilo yarım xurma və s. Ya da 2 kilo yarım düyü, 2 kilo yarım makaron, 2 kilo yarım verməşil, 2 kilo yarım xurma, 2 kilo yarım düyü və s. Və ya da 2 kilo yarım mərci. Yəni, bir dinsdən 2 kilo yarım çıxmaq şərti ilə bu cür məhsullardan verilir. Amma eyni zamanda əgər bir insan bir kasıb ailə tanıyırsa, bu fitrə zəkatının üzərinə əlavə məhsullar da qoya bilər. Məsəl üçün, qənd qoya bilər, çay qoya bilər, toyuq əti alıb qoya bilər, məsələn, mal əti alıb qoya bilər. Və bu əlavə verdikləri fitrə zəkatı deyil, onun üçün sədəqə sayılır. Onun üçün sədəqə sayılır. Və fitrə zəkatını bəziləri deyə bilər ki, yox, nəyə lazımdır bir adam 50 kilo un verir, 10 kilo un verir, 2 kilo ət al, 2 kilo kartov al. Xeyr, yəni xeyir sünnəyə tətbiq olunmasındadır. Əgər kimsə həmən kasıba daha yaxşılıq eləmək istəyirsə, o zaman onun üçün həmən fitrə zəkatını gözəlləşdirsin, hədiyyə ilə gözəlləşdirsin. Və sonra fitrə zəkatı tutam ki, 2 kilo yarımdan çıxartsın, nə vacibdir onu. Əlavə olaraq, məsələn, bir dənə simiska yağı, 1 kilo toyuq, məsəl üçün 5 kilo kartov, 3 kilo soğan, 1 kilo konfet, 2 kilo qənd, çay və s. alıb, bir ərzaq alıb həmən ailəyə verə bilər. Bu, ən gözəli olar. Və sadəcə bunları bu cür təfsilatla qeyd edirik ki, çünki çox vaxt görürsən ki, məlumatları insanlar qarışdırırlar və laqeyd yanaşırlar. Və növbəti mövzuda olan məsələmiz isə, yəni pulla vermək olarmı? Əgər bir insan təşkilatçılıq edirsə, və insanlardan fitrə zəkatı üçün pul yığırsa, o, bu məsələnin məsuliyyətini dərk eləməlidir. Yəni, adam başına 5 manat verin, mən fitrə zəkatı çıxacağam deyib, ağlına gələn alıb eləməsin. Məsələn, tutam ki, bu işlə məşğul olsa, təşkilatçılıq edirsə, deməli, siyahı tutsun, məsəl üçün, filan kəs, nə çıxartmaq istəyirsən, gəlir, deyir, mən, məsəl üçün, 5 kilo düyüdən çıxartmaq istəyirəm. Düyü neçədir? 3 manat. 2 kilo yarımda eləyir, məsəl üçün, 7 manat 50 qəpik. Ala, bu 7 manat 50 qəpik mənim düyü. Yaz ora, məsəl üçün, belə deyə də, misal üçün,
Yaz ora məsələn Çingiz 2 kilo yarım düyü 7 manat 50 qəpik. Hə qardaş, əlavə nəsə sədəqə eləməksən, hə, 10 manatı da əlavə verirəm. Yağ zad alın, üstündə hədiyyə verin. Qutardı 7. Mən yazılı olur Çingiz 7 manat 50 qəpik fitrə zəkatı düyü, 10 manat da sədəqə. Və bu cürdə bütün insanlardan bu cür yığılmalıdır. Yəni onların verə biləcəyi fitrə zəkatını alırsan və əlavə hədiyyə verilərsə, onu da əlavə yığırsan. Çünki o verilən, o nə veribsə, sən ona verməlisən. Əgər adam sənə deyəcək ki, bax, mən 2 kiloyum xurmanın pulunu verim, mənim adıma xurma çıxar. Xurma da 6 manatdır. 2 kilo yarım da məsəl üçün eləyir 15 manat. Sən ondan 15 manat alıb, gedib onun yerinə 2 kilo yarım un alıb, yəni 1 manat 50 qəpik, 2 manat 50 qəpik una verib, onun qalan puluna sən hədiyyə almalı deyilsən. Sən onun haqqını tapdalayırsan o zaman. Sən ona deməlisən, qardaş, bax, 2 kilo yarım xurman 16 manat, 15 manat elədi. Əlavə nəsə verirsən, hədiyyə, deyir, hə, ala, 20 manat, yağ, zat, pendir alır. Belə yazsan, Çingiz 16 manat, məsələn, xurma, və 15 manat xurma fitrə zəkatı, plus 20 manat sədəqə. Bax, bu cür. Və bu məsələyə diqqət yetirmək lazımdır. Və fitrə zəkatını pul kimi əlbəli vermək olmaz. Yəni, həmən kasıblara vermək olmaz. Çünki sən deyərsən ki, elə mən filan kəsə verib alana kimi, qoy elə gedim kasıbın özünə verim. Sən o kasıba verərsən, kasıb ona gedir işıq pulu verər. O kasıb ona gedir, nə bilim, su pulu verər, nə bilim, və yaxud da gedir özünə əqqab alar, özünə köynək alar. Amma fitrə zəkatı bu cür olmalı deyil axı. Yəni, kim təşkilatçılıqla məşğulsa pulu ona verib, və o da bu dediyimiz şərtlərə riayət eləməlidir, bu qaydalara riayət eləməlidir. Və daimən biz bu məsələlər barədə hər Ramazanda qeyd edirik və görsən səhlənkarlıqlar çox olur. Yəni, məsələyə ciddi yanaşsınlar və təşkilatçılıq eləyənlər səhlənkarlıq eləməsinlər. Səhlənkarlıq eləməsinlər. Əgər pulla yığırlarsa, ədalətlə düzgün, lazım olan məsələlər nəzərə alıb, yəni eləsinlər. Yəni, adamın hansı fitrəni vermək istəyirsə onun pulunu alsınlar və əlavə ondan sədəqə pulu alsınlar, əlavə üstündə hədiyyə alıb versinlər. Amma sən bir adama, tutan bir kasıba getdi, məsələn, 20 dənə adam apardı həmən kasıba fitrə zəkatı verdi. Yəni, hamının tanıdığı kasıb da aparıb verirlər ona. Və adam baxır ki, əlhəmdülillah, evində 50 kilo düyü, 100 kilo qreska, 50 kilo mərci var. O adam artıq ixtiyar sahibidir. Müəyyən bir hissəsini aparıb, satıb, başqa ehtiyaclarını da ala bilər. O artıq onun səlahiyyətindədir. Sən deməyən ki, o mən sənə verdim, sən niyə onu satdın elədin, bunu olmaz. Sən apardın, verdin ona. Bu adam baxır ki, əlhəmdülillah, evində bunun 100 kilo buğda var, məsələn 100 kilo arpa var, məsəl üçün 100 kilo düyüsü var, o var, bu var. Hansını istəsə satıb evinin digər kartof, soğan filan ehtiyacını ala bilər. Artıq ona fitrə zəkatı yiyəsinə çatandan sonra onun sahibidir və özü də onu istədiyi kimi məsrəf eləyə bilər. Və qeyd edirəm, yenə də rica edirik ki, bu təşkilatçılıqla məşğul olan insanlar bu məsələyə ciddi yanaşsınlar, qardaşların, bacıların haqlarına girməsinlər. Yəni, səhlənkarlıq eləməsinlər bu məsələdə. Çünki qiyamət günü artıq onlar onun sorumluluğunu daşıyacaqlar. O ki, qaldı isə ki, nə zaman çıxarılmalıdır? Sünnəyə uyğun olaraq fitrə zəkadı deməli çıxmalıdır bayram namazına qədər. Yəni, artıq sabah bayramsa məğribdən sonra paylanıb verilə bilər. Yalnız alimlər istisna edirlər ki, əgər fitrə zəkatı qıraq yerlərə də paylanacaqsa, o zaman bayramdan 1-2 gün əvvəldən də yığıla bilər. Ona görə ki, əsas hədəf bayrama qədər həmən fitrənin həmən kasıb insanlara çatdırılmasıdır. Və təşkilatçılıqla məşğul olan insanlar əgər əvvəlcədən bunları nəzərə alıb qıraq digər yerlərə göndərəcəklərsə, o zaman bunu nəzərə alıb bir gün, 2 gün əvvəlcədən fitrə zəkatını yığıb, yəni bu təşkilatçılıq edə bilərlər. Və biz Allah Subhanahu ki, Allah Subhanahu bizi bu Ramazanda bağışlanan qullarını eləsin. Hələ qabaqda 5-6 gün Ramazanımız var. Layiqincə dua eləyək, bağışlanma diləyək. Və Allah Subhanahu ki, Allah Subhanahu bizim tutduqlarımız orucu, qıldıqlarımız namaz, etdiklərimiz dualarımızı qəbul etsin. Və Allah Subhanahu bütün müsəlmanlar, bütün dünyada əziyyət çəkən müsəlmanlar, hansılar ki, əziyyət çəkirlər, Allah Subhanahu tezliklə onların üzərindən sıxıntılarını götürsün və hər bir müsəlman dövlətinin əmin-amansızlıq, sabitçiliyi müvəffəq eləsin və Allah Teala bizi haqqı haqq göstərib və haqqa ittiba eləməyimizə nəsib eləsin və batili batil kimi göstərib və batildən qorumağı bizə nəsib eləsin.